Ramiz müəllim Mehdiyev Azərbaycan tarixində öz adını yazdırmış şəxsiyyətlərdəndir və onun ümumiyyətlə götürdükdə fəaliyyətini bir neçə istiqamətdən müəyyənləşdirmək mümkündür. Ramiz müəllim görkəmli dövlət xadimidir. Ramiz müəllim Azərbaycanın görkəmli filosof, alimidir. Ramiz müəllim öz işinə, öz əməlinə, öz məsləyinə sədaqətli bir şəxsdir, insandır. Elə buradaca onun ulu öndəri olan bir arkadaşı kimi, ən yaxın silahdaşı kimi sədaqətini bir daha xatırlamaq mümkündür. Ulu öndərin dəst xəttindən bugün Ramiz müəllimdə çox şey müşahidə etmək mümkündür. Hərdən mənə elə gəlir ki, Ramiz müəllim Rənesans dövrünün titanlarını xatırladır, titan alimlərini xatırladır. Həm bir alim kimi, bir filosof kimi, müdrik bir insan kimi Azərbaycan elminin, fəlsəfə elminin, tarix elminin, ictimaiyyətşünaslıq elminin dərinliklərinə nüfuz edir. Orada Azərbaycançılıqla bağlı ən müxtəlif istiqamətlərə yönəlir və bizim bugün Azərbaycançılıq kimi müəyyənləşdirdiyimiz o istiqamətin ən görünən və görünməyən tərəflərini bir alim müdrikliyi ilə cilalayır. Və eyni zamanda bunu demək vacibdir ki, onun yaradıcılığı təmiz fəlsəfə ilə də məhdudlaşmır. Bu yaradıcılığın içində bizim düşmənlərimizə kəskin, qəti, birmənalı şəkildə cavablar durur. Bu yaradıcılığın içinə onun bir filosof kimi müxtəlif fəlsəfi kateqoriyalara, anlayışlara verdiyi qiymətlər durur və bu yaradıcılığın ən vacib xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, Ramiz müəllim həm fəlsəfə elminin, həm Azərbaycançılığın ümumiyyətlə Azərbaycan təfəkküründə ictimaiyyətin, cəmiyyətin, xalqın təfəkküründə möhkəmlənməsi üçün bugün əlindən gələni edir. Məktəb proqramları, dərsliklər, dərs proqramları, ali məktəb proqramları, bax bu fəlsəfəçilik, Azərbaycançılıq istiqamətinin başlanğıcını məhz onun göstərişlərindən və onun münasibətindən alırlar. Bir dövlət xadimi kimi Ramiz müəllimin Azərbaycan dövlətçiliyinin, müstəqil dövlətçiliyinin qorunmasında, yaranmasında, ulu öndərin yanında durması, ulu öndərin fəaliyyətinin ən ağır, ən ehtişamlı məqamlarında onunla bir olmasının son dərəcə böyük əhəmiyyəti var. Bu Ramiz Mehdiyev şəxsiyyətinin Azərbaycan tarixinə, ulu öndərin xatirəsinə verdiyi ən böyük qiymətlərdən, dəyərlərdən biridir. Bir alim kimi, bir filosof kimi, bir Azərbaycanşünas kimi Ramiz Mehdiyevin fəaliyyəti əlbəttə ki, çox nəsil Azərbaycan filosoflarının, Azərbaycan ictimaiyyətçilərinin diqqət mərkəzində duracaqdır. Mənə elə gəlir ki, ona xas olan, onun iş üslubuna, yaradıcılıq üslubuna xas olan səbir, təmkin, müdriklik ona həmişə öz yolunda, həyat yolunda kömək edir. Və Ramiz Mehdiyevin şəxsiyyəti bugün Azərbaycanın uğurlarının, Azərbaycanın müvəffəqiyyətinin, Azərbaycanın dünya arenasında əldə etdiyi qələbələrin hər birində özünü göstərir. Azərbaycan prezidenti, görkəmli siyasi xadim İlham Əliyevin multikulturalizm ideyalarına ən böyük dəstək də Ramiz müəllimin Azərbaycanşünaslıq, dövlətçilik istiqamətində gördüyü işlərdən gəldi. Və mən onu demək istərdim ki, multikulturalizm, tolerantlıq istiqamətində Azərbaycan dövlətinin son illər ərzində gördüyü işlər uzun əsrlərdən bəri bugünə qədər gələn həmən o ideyaların, o hisslərin bugünkü mənzərəsi, Ulu Öndər Heydər Əliyevin multikulturalizmə verdiyi töhfə, Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə gördüyü işlər, xalqın içindən, qəlbindən, daxilindən çıxan o ruhun, o energiyanın bugün Azərbaycanın ən uclar güşələrində, Azərbaycan cəmiyyətinin bütün təbəqələrində yayılmasını təmin edilməsində akademik Ramiz Mehdiyevin
dövlət xadimi Ramiz Mehdiyevin, Azərbaycan vətəndaşı Ramiz Mehdiyevin böyük və unudulmaz xidməti vardır. Hər bir kənddə, hər bir şəhərdə Azərbaycan multikulturalizmindən söhbət gedərkən, əlbəttə ki, əsli Ulu Öndərin Azərbaycancılıq ideyalarına, Ramiz Mehdiyevin Azərbaycanşünaslıq istiqamətində gördüyü işlərə dayanıqlı söhbətlər aparılarkən, mən özüm şəxsən bunu dəfələrlə şahid olmuşam. Ən ucqar kəndimizdəki məscidlərdə, ən ucqar kəndimizdəki məktəblərdə, ən ucqar şəhərlərimizdə, Azərbaycanın hər hansı bir güşəsində, Azərbaycandan kənarda Azərbaycanın dostlarının, Azərbaycanın düşmənlərinin Azərbaycan multikulturalizmi haqqında danışdıqlarında bu ideologiyanın formalaşmasında akademik Ramiz Mehdiyevin təbii ki, böyük xidməti vardır. Azərbaycan multikulturalizmi Azərbaycanda qələbə çalmasının ən böyük, ən vacib momentlərindən, məqamlarından biri o idi ki, Azərbaycan Prezidenti İlham Əliyev cəmiyyət qarşısında, dövlətçilik qarşısında çox aydın və çox qəti hədəflər qoydu. Bu hədəflərə yetişmək əslində, mən bir şeyi də demək istərdim ki, o qədər də çətin deyildi. O hədəflərə yetişmək üçün bizim əlimizdə kifayət qədər mənəvi, elmi baza var idi. Cənab Prezidentin multikulturalizm haqqında təsadüfi deyil ki, multikulturalizm haqqında etdiyi qeydlərin, yazdığı məqalələrin, söylədiyi nitqlərin bir kitab halında cəmləşdirilib ərsəyə gətirilməsinin də ideya müəllifi məhz Ramiz Mehdiyev oldu. Bugün o kitab artıq işi ucu görür. 3 dildə Azərbaycan, Rus, İngilis dillərində olan bu kitabla təkcə Azərbaycan ictimai, siyasi fikir nümayəndələri, Azərbaycan cəmiyyətinin üzvləri deyil, xaricdən bizim dostlarımız maraqlanırlar və bu kitab bizə Azərbaycan Prezidentinin multikulturalizmlə bağlı fikirləri bizə Azərbaycan multikulturalizm modelinin dünya universitetlərində təqdim edilməsi istiqamətində çox vacib, çox faydalı bir dəstək olur. Bugün Azərbaycan öz multikultural ideyaları ilə dünyada məşhurdur. Azərbaycan modeli əlbəttə ki, son dərəcə müvəffəqiyyətli, uğurlu bir model kimi dünya xalqlarının da, dünya alimlərinin də, gənclərinin də, tələbələrinin də diqqətini cəlb etməkdədir. Bütün bunlar formalaşdırılarkən, bu istiqamətdə işlər görülərkən dövlət xadimi, akademik, sadə Azərbaycan vətəndaşı kimi ömür boyu namuslu bir həyat yaşamış Ramiz Mehdiyevin bu işlərdə böyük xidməti olmuşdur. Və bunu əlbəttə ki, dönə-dönə qeyd etmək lazımdır ki, öz məsləhətləri ilə, tövsiyələri ilə həm Azərbaycanda multikulturalizm məktəbi keçən xarici tələbələri qəbul edərkən, həm Azərbaycan multikulturalizm ideyalarının, müxtəlif konfessiyaların nümayəndələri ilə bir yerdə Avropanın, dünyanın bir çox ölkələrinə, bir çox universitetlərinə aparıb orada təbliğ edərkən, həm Azərbaycanın siyasi, ictimai zehniyyatında bu istiqamətdə təbəddülatlar yaratmağa çalışarkən, Ramiz Mehdiyevin Azərbaycanşünaslıq istiqamətində, Azərbaycançılıq istiqamətində, dövlətçilik istiqamətində, dövlətçiliyin möhkəmlənməsi istiqamətində, Prezident İlham Əliyevə dəstək olması istiqamətində gördüyü işlər bizim çox karımıza gəlib və biz bu işlərdən, bu dəstəkdən çox faydalanmışıq. Azərbaycan dövlətçiliyinin qorunması, formalaşması istiqamətində aparılan hər bir işin, hər bir əməlin Ramiz müəllim mərhələsi var və Ramiz müəllimin gördüyü işlər bundan sonra da Azərbaycan tarixində öz əksini tapa-tapa xalqın da, dövlətimizin də, rəhbərimizin də yaddaşındadır və mənə elə gəlir ki, Ramiz müəllim özünün yaradıcılığının da, özünün dövlətçilik fəaliyyətinin də çiçəklənən bir vaxtındadır
və mən ona bundan sonra da can sağlığı, yeni uğurlar, Azərbaycan namına gördüyü fədakar işində qələbələr arzulayıram.